İnsanların sevgisini kazanmaya çalışma. Çünkü onların qəlbi dəyişkəndir. Bugün səni sevər, sabah isə sənə nifrət edə bilərlər. Sən çalış, insanların Rəbbi səni sevsin. Eğer o səni sevsə, insanlara da sevdirər. İnsanların hamısı haram işlər görsə belə, haram öz haramlığında qalır. Sən öz əqidəndə sabit qal. Heç kəsə fikir vermə. Çünki sən tək başına hesaba çəkiləcəksən. Odur ki, öz istədiyin kimi yox, sənə əmr olunduğu kimi Allaha ibadət et. Qəlbində Allahdan başqa heç kəsin bilməyəcəyi gizli bir yer olsun. Xəlvətdə edilən günahlar həlak edici olduğu kimi, xəlvətdə edilən yaxşı əməllər də xilas edicidir. Allah ağac altında Muhammed sallallahu aleyhi ve selleme beyət edən müminlərdən razı qalmışdır. Odur ki, ateş fəşanlı yığıncaqlara alüdə olma. Bil ki, tarixin ən əzəmətli yığıncağı ağac altında olmuşdur.